həyatın bütün ağrıları, qırılan hissələri içində açılan çatlar və insanı sarsıdan hadisələr Fatihə surəsini oxumaqla və onu təkrarlamaqla yavaş-yavaş deyir, sağalır deyir. Çünki bu surə qəlbi Allaha bağlayır, insana arxayınlıq verir və ona xatırladır ki, hər dərdin açarı, hər qaranlığın işığı yalnız Allahdadır. Fatihə surəsi məni öyrətdi ki, bəzən tək oturub həyata baxırsan, reallaşmayan arzularını düşünürsən, gələcək haqqında narahat olursan və bu düşüncələr səni sıxır, uzun müddət davam edən bir çətinlikdən yorulursan, qəlbində ağır bir hal olur və göz yaşlarını saxlaya bilmirsən, halbuki belə olmasını istəmirdin. Əgər bu düşüncələrə dur deməsən, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik, yalnız səndən istəyirik ayəsinin məzmununa yalnız Allaha ibadət edib ondan kömək istəməyin həqiqətinə sarılmasan və Rəbbin haqqında yaxşı düşünməsən, o zaman qəlbin daha da ağırlaşar və nəfsin səni yanlışa aparar. Ona görə İyyəkə nə'budu və iyyəkə nəstə'in. Fatihə surəsi bizə bunu öyrədir. Fatihə surəsi məni öyrətdi ki, belə anlarda Allaha yönəlmək, ona güvənmək və ondan kömək istəmək insanı xilas edir.